İslamın, müsəlmanların ən ağır günü və ağır günlərinin başlanması Peyğəmbərimizin vəfatı ilə idi. Allah bizləri Peyğəmbərimizdən uzaq salmasın. Allah dünyada onun yolunu getməyi, ahirətdə də şəfaətini bizə nəsib eləsin. Peyğəmbərin və onun pak əhl-i beyti haqqında sələvat zikr edəyik. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina Muhammedin Əbil Qasim. Və alə teyyibinə tahirin. Və mən sizin hər birinizə müsəlman kimi bir başsağlığı verirəm. Peyğəmbərimizin vəfatı ilə, İmam Həsən əleyhissalamın şəhadəti ilə və sabahki günlərdə İmam Rıza əleyhissalamın şəhadəti ilə başsağlığı verirəm və ilk və böyük başsağlığını hamımızın dilindən İmam-ı Zaman Əcəlallah bərəcəhə verirəm. Bu haqda bir salavat göndər. Biz Qur'anda sünnətullah deyilən bir ifadə ilə rastlaşırıq. Allahın sünnəsi. Allahın sünnəsi Qur'anda adətən bu mənaya gəlir, yəni ilahi qayda qanunlar. İlahi qayda qanunlar. Bu ilahi qayda qanunlar həm mənəvi aləmdə Allahın mütləq hökmləridir, həm mənəvi aləmdə Allahın mütləq hökmləridir. Su odur, söndürəndir. Bu Allahın sünnəsidir, sünnətullahdır. Od ağacı yandırandır. Bu Allahın sünnəsidir. Günəşin çıxması, batması, yağış, bulud, təbii hadisələr, müəyyən təbiətdə baş verən qanunlar, cazibə qanunu və digər. Bunların hamısı sünnətullahdır, yəni ilahi qanunlardır. Allahın qanunlarını və Allah Quran-ı Kərimdə buyurur ki, Allahın qanunları değişməz. Bəzən o qanunların durduğu yerləri görürük. Buna deyirlər möcüzə. Məsələn, od yandırmalıdır, görük od soyuq oldu İbrahim üçün. Su insanı aparmalıdır, axmalıdır, amma suyun öz-özünə sədsiz durmasını görürük Həzrəti Musa üçün və digər hadisələr. Bıçaq kəsməli idi, görük kəsmədi Həzrəti İbrahim üçün. Bu, Allahın qanunlarının, səbəb-nəticə qanunlarının əksi sayılır, yoxsa yox? Böyük alimlər deyirlər, xeyr. Bu Allahın qanunu, bu da sünnətullahın, çünki Allah buyur, Allahın sünnəsi değişməz. Allahın sünnəsi değişməz. Xeyr, Allahın sünnəsi başqa bir sünnəyə, ilahi sünnəyə keçid edilir. Başqa bir ilahi sünnəyə keçid edilir. Və yaxud mənəvi aləmdən danışsaq biz, mənəvi aləmdən. Məsələn, mənəvi aləmdə də Allahın sünnəsi öz işini görməkdədir. Məsələn, harada zülm görsən, ilahi qanun var. Zülm nə yaradacaq? Fəsad yaradacaq. Fəsad da oranı süqut elətdirəcək. Bir yerdə ədalət görürsən, ədalət orada nizam yaradacaq, nizamda bir inkişaf verəcək. Və yaxud da başqa bir cəhətdən danışsaq. Məsələn, Quran-ı Kərimin
Peyğəmbər hədislərinin bir çoxunda bu söz gəlir, bir çoxunda. Deyir, Allah and içir. Əslində bu and içmə ilahi sünnəyə girir, yəni ki, mütləqdir. Yəni Allah and içir, o deməkdir ki, bu nədir? Mütləqdir, ilahi sünnət, dəyişməz bir qanundur. Bilirsiniz hansı məsələ? Tənə, reşxənd məsələsi. Bir hər kəsi reşxənd eləsə, kiməsə tənə vursa, Peyğəmbər buyurur, Allah and içib ki, o hadisə onun öz başına gəlməyənə kimi, onun özünə göstərilməyən kimi o adam ölməz. Maraqlı da, ölməz. Yəni bu Allahın bir qanunudur. Bəzən insan deyir ki, bu mənim başıma niyə gəldi? Mümkündür ki, kimə rişqənd eləmişdi, kiməsə tən eləmişdi, gəldi onun başına. Və digər məsələlər də var. Məsələn, deyir, hər kəs dünyadaykən bu üç şeyi görməzsə ölməz. Peyğəmbərdən mütləq bir hədisdir. Hədisdə məsələn buyurulub. Deyir, məsələn, cəzasını görməsə ölməz. Mütləq cəzası, bəzi günahların cəzası ahirətdədir, bəzi günahların cəzası elə dünyadadır. Bu da ilahi bir sünnət əslində qalanda. İlahi qanundur. Məsələn, ağ valideyn kəs. Ağ valideyn kəs. Nə olar? Dünyadakən onun cəzasını görər. Hətta bizim böyüklərimiz heç bu ayələri bilməyəndə, bu hədisləri bilməyəndə təcrübələrlə deyiblər ki, darıxma, onun da evladı var, başına gətirəcək. Çünki bu təcrübələrdən bunu hər zaman görüblər. Ki, valideyninə zülm eləyən, valideyninə ağ olan insanın öz evladı tərəfindən o hadisələr onun öz başına gətirilir. Bu belə görülür. Xalqın malını yiyən hədisdə var. Görüblər ki, bu adam rahat getməyəcək. Bunun dünyadaykən hansısa bir formada onun özündən çıxacaq. Çıxır. Onlardan birisi nankör kəs. Nankör kimdir? Yaxşılıq müqabilində pislik eləyən. Biri sənə yaxşılıq eləmişdi, mənə yaxşılıq eləmişdi, mən onun müqabilində ona pislik elədi. Buna deyərlər nə? Nankörlük. Nankör kəsdə mütləq dünyadaykən onun cəzasını görəcək. Bu bir Allahın bir mənəvi sünnəsidir, sünnətullahıdır. İndi mən bir də Allahın kitabı var, Qur'anı. Qur'anı. Qur'an Allahın sünnələrini bizə göstərən bir kitabdır. Həm maddi sünnələrini, həm mənəvi sünnələrini bizə göstərir. Tanıdır bizə. Və bir də Qur'anın özünün təbliğat metodu var. Bax, əsas budur. Sözümü bura gətirəm. Qur'anın özünün təbliğat, çatdırma, insan yetişdirmə bir üslubu var. Təəssüf olsun ki, bugün biz bundan istifadə edə bilmirik. Niyə? Elhamdülillah, Qur'anın müəcməsi, cəmi bizim əlimizdə toplanıb və bildiyimiz 114 surədən ibarət olaraq bir kitabda bizim əlimizdə var. Elhamdülillah, ondan istifadə edirik. Amma bu Qur'anın ki, əlimizdə var, onun oxunuş cəhətindən başlasaq, o Allahın vəhiy silsiləsinə tabidir, yoxsa yox? Söz budur. Məsələn, Qur'anda 114 surə var. 114 surə. Hansı surələrdən başlayır? Fatihə, Bəqərə, Al-İmran, belə gedir, Nisa, yaxşı. Amma Allah Qur'anı Peyğəmbərə göndərəndə əvvələ niyə göndərir? Hə? Yox, niyə göndərir? İnsanları
hidayət eləmək üçün, insanları yetişdirmək üçün. Allah insanları necə yetişdirir? Silsilə. Birinci sinif, ondan sonra keçir ikinci sinif, üçüncü sinif, dördüncü sinif. Sizcə bu həmən silsilə Quranda var yoxsa yox? İlahi metodda var idi. O Quran ki Peyğəmbərə vəhiy olundu, silsilə ilə vəhiy olunurdu. Allah ilk bunu istəyirdi əməl olunsa, sonra istəyirdi buna əməl olunsa, sonra insan bunu bilsin. Bunu biləndən sonra buna əməl eləsə, bundan sonra belə. Və o dövrün sahabələri ki Peyğəmbərdən eşitdikcə bildikcə əməl edirlər, həmən o metodla həyatlarını nə etmişdilər? Qurmuşdular. Bu günləri alim olmasa o Qur'andan onları çıxartmaq bizim üçün nədir? Çox çətindir. Allah alimlərin vücudunu bir bala eləsin. Olmasa veçilən və Qur'anı bəzən adam qalar, yaxşı bu nədir? Bu məsələ deyil, yoxsa məsələnin həllidir. Bir ayət çıxıb babağa, sən onu bilməzsən ki, bu məsələnin özü deyil, yoxsa məsələnin həllidir, yoxsa həllinin cavabıdır. Sən onu bilmirsən. Bilirsən, oxuyuruq da, düzdür tərcümə də olsa oxuyuruq, görürsən. Alim bu günləri Qur'an, Əhl-i Beyt, xəbər, sünnə vasitəsilə bunları bizə izah verir ki, bunlar nədən ötürüdür, nədir. Və Qur'an silsilə olaraq bu cür gəldi. Sizin bayaqlar söyledi. Birinci, Ələq surəsi, ondan sonra Qələm surəsi, ondan sonra Müzəmmil surəsi, ondan sonra Müddəssir surəsi, ondan sonra Fatihə surəsi. Diqqət elə, Fatihə 5-dədir, biz onu əvvəldə oxuyuruq. Bəqərə 2-dədir, amma silsilə olaraq Bəqərə 87-ci surədir. 87-ci. 87-ci surəyə qədər 86 surə Məkkədə nazil olub. Ondan sonraki surələr Mədinədə nazil olub. Bunlar əsasdır ha. Bunlar əsasdır. O Qur'anələr ki var ilə Qur'an bizə kifayət eləyər. Görür ki Qur'an bizə kifayət, bugünkü əlimizdə olan Qur'an bizə kifayət etmir. Elhamdülillah bilirik, oxuyuruq, mənəvi qidalanırıq. Alim lazımdır bunu mənə açıb göstərsin. Alim lazımdır. Məkkə surələrinə baxaq. Məkkə surələri. Məkkə surələrinin əksəriyyəti əqaid mövzusudur. Əksəriyyəti. Əqaid mövzusu hansı mövzudur? Əqidələr. Hansı əqidələrdən danışır? İlk öncə başlayır insanda təvhid əqidəsini kamilləşdirməyə. İnsanı şirkdən xilas edir. Qəlbini şirkdən, zehniyyətini şirkdən təmizləyir, onda təvhid yaradır. Onu ilə bərabər nübüvvət məsələləridir. Peyğəmbərliyi yaradır. Peyğəmbər sözünün hökmünü, müqəddəsliyini, peyğəmbərliyi yaradır. Axirət məsələlərinin inancları üzərindədir Məkkə surələrinin çoxu. Əqidə yaradır səndə. Axı əqidə olmadan qılınan namazın, orucun nə faydası olacaq? Bir insanın təvhidi doğru deyilsə, bir insanın nübüvvət inancı doğru deyilsə, bir insanın axirət şübhələri içində hələ də varsa, onun oruç tutması nə anlama gələcək? Oruc bilirsən açan olub, 13 il Məkkə dövrü olub Peyğəmbərin, 10 il Mədinə dövrü olub Peyğəmbərin, Mədinə dövrünün 2-ci ilində. İslamiyyətin 15-ci ilində oruc vacib olub. Yəni ona qədər insan nə olmalıydı?
Biz indi Quran o silsilə ilə əlimizdə oxuyanda bilməliydik ki, birinci nəyi düzəltməliyəm özümdə? Tohidimi düzəltməliyəm, şirkimi düzəltməliyəm. Məadi, ahirəti, cənnətin inanclarının içində düzəltməliyəm ki, sonra mən nə olum? Həqiqi müsəlman olum, orucu tutum, namazı qılım. Niyə zəkat verə bilmirik? Niyə xums verə bilmirik? Ahirət yoxdur içimizdə. Tohid yoxdur içimizdə. Niyə çətindir? Niyə onları verə bilirdilər? Asant verirdilər onlar. O Peyğəmbər dövrünün müsəlmanları. Çünki onlar Allah'ı tanımışdılar. Tohid düz idi içərlərində, ahirət düz idi içərlərində və bilirdi ki, əllərində olan mal nədir? Nə qədəsi bunundur, nə qədəsi Allah'ındır. Verdiyi mal bilirdi ki, itmədi, qaldı. Misal çəkərək, o ahirət var da içimizdə. İndi bizim içimizdə nə qədər ahirət var? Bu özü sualdır. Nə qədər cənnət şövqü var? Bu sualdır. Nə qədər cəhənnəmdən qorxub çəkinirik, attığımız addımda cəhənnət və cəhənnəmi düşünürük, Allah'a başımız üzərində düşünürük. Etdiyimiz işlərdə, ifadələrdə nə qədər tohidimiz var? Bunlar sualdır. Bunlar bilməli sualdır və müsəlmanlıq qaydalarıdır. Yaxşı. Və bir də var sünnətullah. Bir var sünnətullah, bir də var Peyğəmbər sünnəsi. Peyğəmbər sünnəsi, Peyğəmbər sünnəsi. O da Peyğəmbər davranışı, Peyğəmbərin sözləri, buyruqları və hətta o Qur'anın bizə izahı, şərhi, bəyanıdır. İndi gəlin Peyğəmbər sünnəsi ilə, diqqət elə, Peyğəmbər sünnəsi ilə o Qur'anı yan-yana qoyaq. Ayələr mən dediyim formada silsilə ilə, o silsilə ilə nazil olduqca Peyğəmbər də onlara izah verir. İzah verir. Və ona uyğun davranışlar eləyir. Sən də onu görürsən, sən də onu bilirsən. Və buna başlayırsan əməl eləməyə. Qur'an Peyğəmbər sünnəsi. Bax, yetişmə bu zaman başlayır insanda. Yetişmə, inkişaf bu zaman başlayır. Qur'an, Allah birinci nəyə eləmək lazımdır onu göstərir bizə. Peyğəmbər onun üzərindən bizə xəbər verir, izah verir, bəyan eləyir. Onun əxlaqi tərəflərini göstərir, onun ictimai tərəflərini göstərir, sosial tərəflərini deyir bizə, mənəvi tərəflərini deyir, onun cənnət mükafatlarını deyir, cəhənnəm əzablarını deyir və. İzah verir də, izah verəndə Peyğəmbər necə? Və mən həmən bunun üzərində ruhumu yetişdirirəm. Bu silsilə ilə baxanda Peyğəmbər sünnəsi özü bir İslamın yetişdirmə metodudur. O da bir metoddur. Müsəlman tərbiyəsi metodudur. Üslubudur. İndi biz əlimizdə o cür olsaydı, hərimiz bir alim idi. O formada Quran var, Peyğəmbərin onun haqqında buyurduğu hədislər var, ona uyğun hədislər var. Üslubunu. Elə Quranı oxuya hədisləri belə insan yetişəcəkdir. O hər oxuduqca yetişəcəkdir. Böyük zəhmətlərə də nə yox idi? Ehtiyac yox idi. Alimlər, müctəhidlər, filanlar. Amma bugünkü gündə mütləq çalışıb, onları onun içərisindən çıxaran, o məsələləri ortalığı qoyan adamlar lazımdır. Adamlar lazım, qanunları çıxardan adamlar lazımdır. Və insanın yetişməsindən ötürü mütləq və mütləq Peyğəmbərin sünnəsi zəruridir.
Və bu sünnəyə əməl olunmuş olsa, insan əməl olunmuş olsa, bilirsən nə? O adam ruhən kim olar? Ruhən. Ruhu kimin ruhuna yaxın olar? Kimin? Peyğəmbərin. Çünki bunlara Peyğəmbər əməl edə Muhammed oldu. Allahümme sallallahu Muhammed oldu. Və sən də bu Peyğəmbərin hədis və sünnəsinə, davranışlarına, rəftarlarına əməl edə şəklin başqa olacaqdır. Amma ruhun Muhammed olacaqdır. Əxlaqın Muhammed olacaqdır. Düşüncən Muhammed olacaqdır. Rəftarın Muhammed olacaqdır. Və sənin özün də yer üzərində hər bir insan özü bir dənə Allahın rəhmətinə çevriləcəkdir. Qur'ana çevriləcəkdir. Bəs imamların rolu nə idi bu məsələdə? Sizcə? Onlar mühafizəkarlardılar. Ne edirdilər onlar? Onların işi nə idi? Allahın var, kitabı var, ilahi sünnələr qeyd olunub orada, Peyğəmbər sünnəsi var. İmamın işi nədir? Həmən bu Peyğəmbər sünnəsini, Allahın kitabını qoruyanlardır, mühafizə edənlər idilər. İki üslubla mühafizə edirdilər. İki üslubda. Bir, vücudlarında, həyatlarında göstərməklə, onu yaşamaqla qoruyurlar o kitabı, o Peyğəmbər sünnəsini. İki, təbliğatla, başqa kiməsə deməklə. Birdən demək mümkün olmasaydı, yenə də onun elini hansı formada qoruyurdular? Yaşayışı ilə, həyatı ilə. Həyatını Quran eləmişdi, həyatı sünnə idi. Həyat sünnədir. Həyat Qur'andır. Birdən insanlar onu ilə rəftarlarına axı nələr var idi? Onlarla ünsiyyətdə nə var idi, əzizlərim? Maniyələr var idi, yoxsa yox? Sayılmışsın için. Gəl İmam Sadiq'dən sonraki dövrlərə baxaq. İmam Musa-i Kazım haralarda? Zindanlarda. İmam Rıza haralarda? Qəribçilikdə. Hətta sarayda onu əsir eləmişdilər. İmam Muhammed Zavadı da o cürlə sarayda əsir eləmişdilər. Qızıl qəfəs deyək. Əliyən Nəqiyyə. Əliyən Nəqinin biz zindana atmışdılar. Mən oxumuşdum onun haqqında. Allah lənət eləsin. O qədər onu incidiblər ki, o qədər o imam incidilib ki, zülüm olunub ki, o qədər zülüm olunub ki, bugünkü şiyyələri onun haqqında məlumat yoxdur. O qədər həbs olunub o. Bizə niyə bilmir Əliyən Nəqi haqqında? O qədər təcrid olunmuşdu cəmiyyətdən, müsəlmanlardan, o qədər əhatəsini qoruyurlar ki, bunu ilə heç kəs ünsiyyət eləyə bilməsin. Onun üçün bilmirik onun həyatından etsinlər. Məsələn, az bir şey bilirik. Bilirsən Əliyən Nəqi haqqında, nə qədər bilirsən? O qədər onun üçün həbs olunmuşdu, insanlardan təcrid olunmuşdu. Bir dənə zindana saldılar onu. Allah lənət eləsin. Bir dənə bax. Onun üçün təsəvvür eləyərsən. Yervə girəndə, yatanda təsəvvür eləyərsən. Ayağa durmaq tam mümkün deyildi. Dik durmaq mümkün deyildi. Uzananda da ayağı açmaq mümkün deyildi. Bir il o özü daşdan idi. Qalanın içərisində, qala deyək də. Ayağı durmağı tam dura bilmirdi. Uzananda da tam ayağı ne eləyə bilmirdi? Uzada bilmirdi. Bir il həbs elədilər onu. İnsanlardan təcrid olundu. Onun oğlu İmam Həsən Əskəri. Niyə əskəri deyilir ona, mümin? Əskəriyyədə
saxlanılırdı. Əskəriyyə, yəni bizim hərbi düşərgə. Hərbi düşərgənin içərisində hər kəsdən uzaq hərbiçilər olan, hər yerə gezən hərbiçidir, qılıncılıdır, oxla. Elə bir yerdə gətirib onu saxlayırlar ki, onu ilə gəlib görüşmək nə olmasın? Mümkün olmasın. Bunlarla belə bunlar həqiqəti saxdırıblar, sözləri ilə bu günə gəlib yetişib. Bunlar olmadığı təqdirdə vücudları ilə bunu doğrayırdılar, vücudları ilə. Birdən söz demək mümkün olmasa, yaxınlaşıb söz soruşa bilmirəm axı ondan. Onun hələ həyatına baxsan, oturuşuna baxsan, duruşuna baxsan, bilgən Peyğəmbər elə eləyib. Bir Quran belə istəyir səndən. Birdən Quranın sözünü birisi sənə öz yozmu ilə çatdırsa, görsən imam o cür nələmir bilgən ki, o həqiqət odur. Quran onu istəyir səndən. Və bunlar Qur'anın Peyğəmbər sünnəsinin ən böyük mühafizkarları idilər. Və Əhl-i Beytə qarşı olan zülüm, təcavüz mənası bu idi ki, insanları Qur'andan və Peyğəmbər sünnəsindən uzaq salsınlar. Hansı Qur'andan uzaq salsınlar? Həqiqi Qur'andan. Yəni, Quran həqiqətindən uzaq salsınlar. Həqiqi Peyğəmbər sünnəsindən uzaq salsınlar. Bax, bunlar əsas şərtlərdən birisidir. Odur ki, 11 imam şəhid oldu bu yolda. Həzrət Əldən sonra şəhid olan imamımız İmam Həsən əleyhissalam idi. Şəhid oldu. Və şəhadətin ən ağrılı nöqtəsi idi. İnsan düşmən əli ilə şəhid olanda acısı biraz nə olar? Yüngül olar. İnsan öz yaxını tərəfindən şəhid olunanda çox ağırdır. Ki, İmam Həsən əleyhissalamı tovladılar, bir cür yolları öz arvadının əli ilə şəhid elədilər. Bu çox ağırdır. Xəyanətlər necə cür olar, ən ağırı budur. Aldatdılar, şəhid elədilər. Dedilər, Muaviyə dedi ki, səni Yezidçin alacağam, xəlifə gəlini olacaqsan, vəliəhd gəlini olacaqsan, sabah xəlifə arvadı olacaqsan, gətirdi. İmam Həsən kimi adama bir adam xəyanət eləsə, Muaviyə onun yanında saxlayar, yoxsa yox? Saxlamaz. Verdi bir qayıqçı ki, apar bunu at. At dənizə. Deyirlər, suyun içərisində ağlayan yeganə adam o idi. Hətta deyirlər, bir söz deyirlər, gəldilər, axşam vaxtı bunlar şam yandırdılar, yemək yiyən vaxtı, siz şam yandırırsınız. Hə, siz də yandı, yox, bizdə elə İmam Həsən oturardı, onun uğrunun ətrafında bir çörək yerdik. Və bugünkü gün həqiqətən bir ağırdır, Peyğəmbərin vəfatıdır. Bəzi hədislərdə gəlib Peyğəmbər öz əcəli ilə dünyasını dəyişməyib. Bir Yahudi qadının əli ilə zəhərlənərək neçə vaxtdan sonra şəhid olub. Söz də var tarixdə. İndi nə qədər bəzi alimləri qəbul eləsə, eləməsə də, sübut olsa da, olmasa da bu cürünə var. Və Allahdan istəyək, Allah bizi Peyğəmbərimizin yolundan möhkəm yapışanlardan qərar versin. Peyğəmbər Əhl-i Beytinə, pak məsum imamlara Peyğəmbər sünnəsini mühafizə etməkdə bizə onlara köməkçi qərar versin inşallah. Və bugün bizlərin ən böyük arzu və istəyi Həzrəti İmam Məhdini görməkdir. Bu görmək kifayət eləməz ki, mən onu görüm aşiqə. Biz onun zuhurunu
Peyğəmbər sünnəsini diriltmək üçün, Qur'anın həqiqətlərini diriltmək üçün istəyirik. Bunu unutmayın. Biz bunu üçün istəyirik. Həqiqi Peyğəmbər sünnəsini görək. O həyatı yaşayaq. İmamın vücudunda biz insaniyyəti görək, Peyğəmbəri görək, Əlini görək, Həsəni görək, Hüseyni görək, onun vücudunda görək. Allah o günü bizə nəsib eləsin inşallah. İmamımızı tanımadan bizi dünyadan aparmasın. Və deyərdim ki, bugün artıq nədir? 2 aylıq bizim əzadarlıq günlərimizin son günləridir. Allahdan bunu istəyək. Allah, biz əzadar olduq. Peyğəmbərin, Əhl-i Beytinin yolunda qəmləndik, göz yazı tökdük. Bunu istəyək Allahdan. Allah, bunu bizdən qəbul elə. Qəbul olunsa, böyük görmüşük. Qəbul olunmasa özümüzə zülm etmişik. Çox ümidi varam ki, qəbuldur. Niyə? Çünki qəbul olunmamanın səbəbi bəzən riya səbəb olar. Riya. Bilirsinizlər, riya, ixlaslı olmamaq. Bir çox hədislər var ki, İmam Hüseyin məclisində elə ağlamaq yox, ağlansınmaq, yəni özdə ağlayan kimi göstərməyin, özü də fəzilətdir. Elhamdülillah. Özü də bir fəzilətdir. Ağlamasan da əlini bura qoyub oturmaq ki var idi, o da ağlamaqdan sayılar, o da qəmdən sayılar, o da Hüseyin əzadarlığından sayılar. Allah adımızı Hüseyin əzadarları kimi öz əməl dəftərimizə yazsın, xanım Zəhranın dəftərinə yazsın və bizi Peyğəmbərin yolundan ayırmasın. İlahi, sənə həmd sənalar olsun ki, özünü bizə tanıtdın. Peyğəmbərini bizə tanıtdın. Pak məsum imamları bizə tanıtdın. Hər nə qədər tanıtdınsa biz o qədər tanıdıq. Allah istəyirik, özünü bizə daha çox tanıdı. Peyğəmbərini bizə daha çox tanıdı. Pak məsum imamları daha yaxından bizə tanıdı və onların yolu ilə getməyi bizə nəsib eylə Cenab-ı. Allah, müsəlman kimi yaşamaq istəyirik. Allah bizi müsəlman olaraq yaşadıb və müsəlman kimi ölmək istəyirik. Müsəlman olaraq ölmək istəyirik. Allah bizi müsəlman olaraq öldür. Qəlbimizdə hər zaman Peyğəmbərin məhəbbətini, məhəbbət kifayət eləməz, itaətini, əməllərimizdə Peyğəmbərə itaətini qərar verir. Əhl-i Beytinə tabi olub ona itaət eləməyi bizə nəsib eylə. Bu Məhərrəmin son günlərində, bu 2 ayın son günündə Allahdan istəyirəm, burada əvvəl gündən bu günə qədər nə qədər bacılar, qardaşlar iştirak elədilər, dualar edilər, hacətlər elədilər, müşküllərin həllini istədilər. Allah hamısının duasını, niyyətini dərəcəyi qəbul eləyəcək. Allah müşkül olanlarımızı müşkülünə həll qərar ver. Hacət olanlarımızı hacətinə əta eylə. Hüseyin qapısında sən heç kəsi əl-boş yola salmazsan, Hüseyin ziyarət eləyənlərin ruhsunu artırarsan, Allah bu cəmin ruhsunu artırır. Ağamız, Mövlamız, Məhd Əcəlallah fərəcəhi salamat eylə. Bu ağanı dərk eləməyi bizə nəsib eylə.